Hər kəsə salam, kanalımın dəyərli xanımları. Demək, bu vloqu çəkmişəm hardasa 2 gün bundan öncə, amma montajını edib paylaşmaq bu günə qismət oldu. Tətildir, ev günümüz idi. Dedim, həm alış-verişə gedərəm, həm də evdə şifaneri yığışdıraram. Bunları da etməmişdən öncə kotlet bişirirəm ki, evdə yemək olsun. Kotleti də ki, ya makaronun üzərinə qoyub verirəm uşaqlara, ya da ki, kartoşka qızardıram. Ətin üzərinə də ki, evdə düzəltdiyim suxarikdan əlavə edirəm. Belə olan zaman kotlet yumşaq olur. Çox adam görmüşəm ki, çörəyi isladır, qatır kotletə, amma mən heç vaxt belə eləmirəm, hər zaman suxarik əlavə edirəm. Kotlet ya da küftə edən zaman əti hər zaman çoxlu çırpıram. Düzdür, burada onu sizə çəkməmişəm, amma arxa kadrda hardasa 2-3 dəqiqə əti çırpıram. Belə olan zaman nə kotlet, nə də küftə qətiyyən dağılmır. Var. Gördüyünüz kimi qabları da yudum, mətbəxi biraz səliqəyə saldım, yemək də bişdi, indi mən gedirəm alış-verişə. Evdə bitənləri alandan sonra birlikdə şifaneri yığışdırarıq. Və xanımlar, artıq gəlmişəm evə. Aldıqlarımı da sizinlə birlikdə yerbeyer edim. Sonra keçərik şifaneri yığışdırmağa. Bu arada səsimə görə üzürlü sayın. Ola bilsin ki, burnumda danışıram, bunu hiss eləmirəm. Biraz qripləmişəm, amma dərman içirəm, inşallah ki, düzələr. Bu arada xanımlar, bu vloqu çəkərkən arada çəkdiyim kadrlara baxıram ki, görüm görüntünü düzgün tutuzdura bilmişəm, yoxsa yox. Elə buna baxarkən diqqət elədim ki, saçımın kraskası xeyli gedib. Düşündüm ki, tez bazar yerbeyer edim, elə sizi
ilə birlikdə kraskanı da çəkim, sonra qalan işlərimə davam edim. Əslində istəyirdim ki, aldığım nə varsa onları yerbəyer edərkən sizi üçün çəkim, amma hamısını çəkə bilmədim, çünki tez bazar yerləşdirdim ki, Tamirlanın yatmaq vaxtı yaxınlaşır. Dedim ki, başıma kraskanı qoyum, sonra bunun fenlə qurutmağı var. Tamirlanı yatarkən feni qoşsam oyanacaqdı. Səbəbdən də tez bazar yerləşdirdim. Pişik yeməklərini də ki, xanımlar, mən bitdikcə bunlardan alıram, maşında saxlayıram ki, küçədə pişik görəndə onlara yemək verə bilim. Əlavətən maşında Whiskas da var.
Və xanımlar, artıq yerber elədim. Keçirəm indi saçıma kraska qoymağa. Deməli, xanımlar, mən həmişə Garnier 7-1 alıram. Bu dəfə 7-1 olmadığına görə sadəcə 7 aldım. Amma çəkəndən sonra qətiyyən xoşuma gəlmədi. Demək, xanımlar, bunu bilməyənlərə deyim ki, kraskanı 701, 02 fərqi yoxdur. Əgər yanında 0 varsa, o kraska sizin saçınızda qızartı yaradacaq. Amma 7.1 yaxud da 8.1 bir sözlə yanında 0 olmayan rəqəm olarsa, bu sizin saçınızda qızartı yaratmayacaq. Mən də bunu bilirdim, amma bilərək bu kraskanı aldım, çünki istədiyim rəng yox idi. Və nəticəsində bəyənmədim. Düzdür, rəng istədiyim kimi tutub, amma ki, günün şüaları saçıma düşən zaman qızartını görürəm. Bir-iki dəfə də yulandan sonra saçımda qızartılıq olacaq. Bunu siz də nəzərə alın. Kraska alan zaman heç vaxt yanında 0 olanı almayın və yaxud da tək rəqəm olanı almayın. Əgər mən 7.1 almış olsaydım, saçımda qızartılıq qətiyyən olmayacaqdı. Növbəti dəfə kraska qoyulana kimi eyni rəngdə qalacaqdı. Sadəcə ilkin etapda kraska hər zaman tünd olur. 2-3 dəfə yuduqdan sonra rəngi açılmağa başlayır. Rəngi açılmağına baxmayaraq, amma qızartı vermir. Təəssüf ki, indi qoyduğum kraskada indidən qızartı görürəm. Saçıma da ki, xanımlar, kraskanı hər zaman özüm çəkirəm. Bu günə kimi heç vaxt olmayıb ki, mən gedim salonda saçıma kraska çəkdirim. Kraska çəkməyi bacarıram deyənə buna gərək duymuram. Və xanımlar, kraskanı çəkdim, bitirdim. Yarım saat saçımda qalmalıdır. Mən də dedim ki, o vaxta kimi bir kofe düzəldim, televizora baxım. Yarım saatım tamamlansın, sonra yuyub saçımı ukladka edim. Sonra Tamerlanı yatırdım. Bu zaman ərəfəsində də ki, YouTube-da bir xanıma baxıram. Bilirsiniz, xanımlar, məndə bu barədə qətiyyən paxıllıq hissi yoxdur. Deməli, açdım YouTube-u ki, nəyəsə baxım. Gördüm ki, qarşıma Ülviyə xanım çıxdı və mən də bu xanıma ara sıra vaxt tapdıqca baxıram. Düşündüm ki, onsuz da baxıram, niyə də bunu deməyim? Niyə görə sırf kadrda düşür deyənə mən başqa kanala çevirim? Yalandan güya özümə elə aparım ki, baxmadığım kiməsə baxıram. Təbii ki, bu sünilik olar. Həm də ki, baxıramsa, niyə də bunu deməyim? Demək, xanımlar, təzəlicə Ülviyə xanım qarşıma çıxıb, elə xoşuma gəlir ki, onun mədəniyyəti, danışığı, düşüncələri, özünü aparmağı, ailəsində olan mehribançılığı. Mənim üçün bu xoş bir haldır ki, Azərbaycanda belə tərbiyəli blogerlər var. Vloqumda Ülviyə xanımla danışmağımın ən başlıca səbəbi də odur ki, istəyirəm ki, öz ölkəmizdə əxlaqlı qadınlar daha da irəli getsin. İstəsə, siz də mənim kimi boş zamanlarınızda izləyə bilərsiniz. Adı YouTube-da Ülviyə Vlog gedir. Sevərək izləyirəm, özünün bundan xəbəri yoxdur. Bəlkə bir gün bu vlog qarşısına çıxar və görər ki, mən ondan bəhs edirəm. Və xanımlar, artıq saçım yuyuldu, qurutdum, indi isə hörürəm ki, iş görən zaman saçlarım mənə mane olmasınlar. Saçımı hörəndən sonra gedirəm şifoneri yığışdırmağa. Əslində şifoneri təzəlicə yığışdırmışam, amma ki, Tamerlan dinc dayanmır, bütün şifoneri yerlə bir edir. Paltarlarımı atır yerə və mən də bəzən yoruluram, necə gəldi yerləşdirirəm yerlərinə. Təsəvvür edin ki, xanımlar, bu vlogu çəkdim, bitirdim. Əyləşdim ki, biraz montaj edim və gəldim spalniyə, gördüm ki, Tamerlan qatdalayıb yığdığım hər şeyi atıb yerə və sıfırdan şifoneri yığışdırmağa başladım. Burada artıq Tamerlanı yatırtdım, hələ xəbərsizəm ki, cəmi 10 dəqiqə yatacaq. 10 dəqiqədən sonra oyandı, 1 saatlıq işimi elədi 3 saatlıq. Deyə bilərsiniz ki, paltarları yerə niyə elə atırsan? Çünki xanımlar, mən əgər bu dəfə bunu yığışdırmışamsa, növbəti dəfə tamam başqa cür qatdalayıb yığıram ki, gözümə fərqli görsənsin. Yerə də ki, nə yuyulacaqsa öncədən onu sərirəm. Sonra bütün paltarları atıram üzərinə. Tam şifoneri boşaldandan sonra əyləşib bir-bir qatdalayıram və hər dəfə də qatdalayanda baxıram ki, nəyi geyməyəcəmsə ayırıb verirəm ehtiyacı olana. Elə də olur ki, bəzən mənim paltarlarım qızımın əyninə olur. Qızıma ola biləcək paltarı da onun üçün ayırıram.
Xanımlar, qalın evdə geyindiyim sportivniləri bura yığdım. Şifonyer çox balacadır və paltar da çox olduğuna görə bilmirəm ki, nəyi hara yığam. Əslində mənə elə gəlir ki, paltar çox deyil, sadəcə şifonyer azlıq edir. Gələcəkdə düşünürəm ki, bu şifoneri sataram, yoldaşım mənim üçün boydan boya şifonyer yığar. Çünki neynirəmsə paltarları sığışdıra bilmirəm. Bilirsiniz xanımlar, bu şifonyer heç udoblu deyil. Necə? Demək, polkaları çox dərindir və ensizdir. Belə də olan zaman paltarların çox hissəsini arxa tərəfə yığıram. Ön hissəyə 1-2 dənə paltar yerləşir. Bu zamanda arxadakı paltarları görmədiyimə görə gec-gec istifadə edirəm. Gələcəkdə yoldaşım mənim üçün şifonyer düzəltsə, mən ona deyəcəm ki, dərin olmasın, 2 paltarları qatdalayıb yan-yana düzə bilim. Sözün düzü, bunu mən problem eləmişəm. Başqası olsa, bu onun üçün önəmsiz olar, qatdalayar qoyar. Amma mən xoşlayıram ki, şifonyer çox düzənli görsənsin. Şifonerin qapısı açılan zaman mən onun düzənli olmağından zövq alam. Və bunu istədiyim kimi əldə eləyə bilmədiyimə görə düşünürəm ki, bu şifoneri satarıq. Artıq 13 il olacaq ki, mən bunu işlədirəm. Bir dənə yerində defekti yoxdur. Yaxından baxsaz elə düşünərsiniz ki, bu şifoner indi alınıb. Düzdür, Tamerlan ruçka ilə üzərini yazıb, amma mən indi onları siləcəm, olacaq tərtəmiz. Hətta biz bunu satan ərəfədə izləyicilərimdən biri də ala bilər. Çünki ürək rahatçılığı ilə deyə bilirəm ki, tərtəmizdir, bir dənə yerində cızığı yoxdur. Bayaq dediyim kimi sanki yeni alınıb. Qapısı da ki gördüyünüz kimi kupedir, bağlanmağı da ki yağ kimidir. Bu şifonerin Bakı versiyasının qapıları çox pis açılıb bağlanır. Amma bu Türkiyənin olduğuna görə çox keyfiyyətlidir. Qapıların bağlanmağı isə əllə itəlirsən özü bağlanır. Mən lap elə danışdım ki, sanki bu saat bu mebeli satırıq, siz də alırsınız. Təbii ki, bu söz gəlişidir, gələcək üçün olan planlardır. Sadəcə olaraq fikirlərimi sizinlə də bölüşürəm. Xanımlar, diqqət eləsəz görərsiniz ki, sumkaları qoymağa yerim yoxdur. Sumkaların çoxu şifonerin digər tərəfindədir və şifonerin üzərindəki sandıqların içində də var. Deyə bilərsiniz ki, niyə bu qədər çox sumka almısan? İnanın ki, bu sumkaların çoxsunu mənim üçün bacım alıb. Mən üzərində marka legoları olan sumkaları heç vaxt almıram. Çünki bildiyimiz markaların çantaları, məsələn, elə bayaq əlimdə olan Dolce Gabbana qiyməti 30 min, 40 min manatdır. Bu o qədər bəllidir ki, mənim əlimdəki patyolkadır. Mənim bacım da bunun həmişə A klassını, premium klassını alır. Amma mən ona hər zaman deyirəm ki, bunu alma. Çünki bu sumkanın orijinalını işlədən bilir ki, mənim əlimdəki patyolkadır. Yəni ki, xanımlar, mən Dolce Gabbana'nın, Gucci'nin, Louis Vuitton'un, Prada'nın və digər bahalı brendlərin çantasını ala bilmərəm. Əgər bu çantaların orijinalını ala bilirəmsə, mənim sürdüyüm maşının markası indi Rolls-Royce olmalıydı və yaxud da ən azından Galenwagen olmalıydı. Buna görə də mən hər zaman belə düşünürəm ki, A klass, premium klass deyə bir şey yoxdur. Biz sadəcə o sumkaların patyolkalarını alıb işlədirik. İndi bir çox xanımlar A klass, premium klass alaraq özlərini o qədər yuxarıdan aparırlar ki, sanki əlindəki 30 min manatlıq Louis Vuitton'dur. Əlbəttə ki, premium dediyimiz də patyolkadır. Sadəcə olaraq özümüzü gülünc vəziyyətə qoyuruq və bununla da qürurlanırıq. Bir dəfə mən çox gülmüşdüm buna ki, əsla bunu yekəxana kimi qarşılamayan, sadəcə öz fikirlərimi deyirəm. Bir metronun qarşısında dayanmışdım və metrodan bir xanım çıxdı. O qədər özündən razı idi ki, əlindəki sumkada Louis Vuitton'un sumkası idi. Özünü də elə aparırdı ki, sanki bu sumkaya 40 min manat pul
pul ödəyib. Burada deyəcəksiniz ki, bunun nəyi gülməlidir? Bunun orası gülməlidir ki, 40 min manatlıq sumka işlədən xanım metrodan çıxır. Bu səbəbdən də poddelka sumka aparıb sanki buna 30 min, 40 min manat pul ödəmiş kimi özündən razı olan xanımlar mənə hər zaman kənardan gülməli görsənib. Bəlkə bu sözlərimə görə məni qınayacaqsınız, amma bu mənim düşüncəmdir. Marka Legolu sumkalara pul verməkdənsə, o qədər gözəl sumkalar var ki, hətta bahalı olan marka adını daşımayan. Onlara pul verməyi daha üstün bilirəm. Düzdür, bacım mənə marka legoları olan A-klass, premium klass sumkalar alır. Ən azından mən onları tutan zaman özümü yekəxana aparmıram. Mənim kənardan özümü aparmağımdan da bilinir ki, A-klass belə olsa bu poddelkadır. İndi A-klass işlədən xanımlar rəylərdə mənə nə gəldi yazacaqlar. Amma xanımlar, bu sadəcə mənim fikrimdir. Bunu sizinlə də bölüşmək istədim. Çünki o marka legoları olan sumkalar məndə də var. Mən onlara pul verməsəm də hədiyyə olunub deyənə istifadə edirəm. Yəni ki, düşünməyəsiniz ki, burada onları sizə göstərirəm sanki orijinalmış kimi. Əsla belə düşüncəm yoxdur. Bayaq dediyim kimi, onların hamısı poddelkadır. Corablar da ki, xanımlar, məni köhnə kanalımdan izləyənlər artıq bilir ki, mən corablarda qattalayıb yığıram, heç bürməliyib atmaq xoşuma gəlmir. Bu cür səliqəli görüntü mənə xoş olur. Corablardan həddindən artıq çox istifadə edirəm. Bir gündə hətta neçəsini dəyişirəm. Bu səbəbdən də hər alış-verişə gedəndə bir dənə də olsa corab alıram. Artıq təmizlədim, yekunlaşdırdım. Təmizlədiyim vasitədəki xanımlar yumoşla təmizləyirəm. Həm gözəl qoxusu var, həm də ki yumoş o qədər gözəl ləkə aparır ki, bir dəfə çirkli yeri yoxlayın, görəcəksiniz. Bu cür sprey formasında yumoşlar satırlar. Onları ləkəli yerə vurub təmizləyirsiniz, anındaca tərtəmiz edir. Çünki yumoş sürüşkən olur deyənə ləkəni yaxşı aparır. Bu kaşlokda da ki xanımlar kəmərləri saxlayıram. Kəmərlərin də yarısını verdim qızıma. Özüm üçün yalnız bu qədərini saxladım. Görürsüz xanımlar, şifoner o qədər dərindir ki, arxa hissəyə də çantaların yarısını yığdım. Bu yuxarıdakı paltalara da qətiyyən dəymədim. Bura pinjamaları yığmışam korobkada. Belə olanda səliqəli qalırlar. Və onun yanına da ki çantaları yığmışam. Buna baxın xanımlar, görün nə şirindir. Bu çantaya atmaq üçün güzgüdür. Bu da Prada legosundadır, təbii ki poddelkadır. Bu çantaları da tez-tez istifadə edirəm deyənə yığdım bura. Bu birisi korobkadakı xanımlar, yoldaşımın ev paltarlarının yarısıdır. Yarısını da ki özü ilə Moskvaya aparıb. Bunlar sadəcə evdə qalanlardır. Belə yığanda səliqəli görsənir. Və təmizlədiyim ümumi görüntünü də sizə göstərim. Sonra digər hissəni də göstərərəm. Demək xanımlar, nisbətən dar şalvarları bu qutuya yığıram, amma enli şalvarları şifonerin digər qisminə yığıram. Çünki bu tərəfdə qətiyyən yer yoxdur. Düzdür, bu birisi tərəfdə də yer yoxdur, amma ən azından asa bilirəm. Şifonerin bu hissəsinə dəsmalları, pastelləri, ədyalları və nazik vitrovkaları yığıram. Bir də ki, sırf enli şalvarları. Yadınızdadır xanımlar, bundan öncəki vloqda sizə demişdim ki, mənim rəngli bir ya iki dənə şalvarım var. Burada da gördüyünüz kimi cəmi 2 dənə rəngli şalvarım var. Çoxsu qaradır və ağ, sonra isə qəhvəyi və boz rəngdə. Düşünə bilərsiniz ki, enli şalvardır, niyə qara çoxdur? Hamısının özünə görə bədəndə oturuş forması var. Elə qara var ki, sport gedir, eləsi də var ki, klassik. Bu veşilkaların da üzəri hər zaman tozlanır deyənə tez-tez buranı təmizləyirəm. Və xanımlar, artıq vloqun sonundayıq. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.